Başta şəhid ailələrimiz, veteranlarımız, qazilərimiz, vuruşan oğullarımız, hal-hazırda sərhəddə olan əsgərlərimiz, zabitlərimiz olmaqla bütün Azərbaycan xalqını, əmilərimizi, dayılarımızı, qohum-əqrəbamızı, ana-bacılarımızı, valideynlərimizi, evlatlarımızı, sevdiklərimizi, yaxınlarımızı, qohum, qonşu, dost, tanış, tələbə, şagird, bizi istəyən, istəməyən hər kəsi, bütün ümməti Muhammədi, bütün xalqımızı Qurban Bayramı münasibətilə təbrik edirik. Uca Allah kəsilən qurbanları gözəl şəkildə qəbul eləsin. Allah Teala könlünüzdə, qəlbinizdə nə arzunuz, nə arzumuz varsa, Rabbim xeyirlisinə yeni edilməsi nəsibi müntəzam eyləsin. İnşallah ki, bu bayram, gələcək bayramlar hər birimizin üzərinə xeyirlə gələr inşallah. Allah Teala bizi nəzərdən ayırmasın. Heç kimə, heç kəsə möhtac etməsin. Unutmayaq, kəsdiyimiz heyvanların əti, qanı Allah'a çatmaz. Allah'a çatan niyetimizdir. Niyetimiz saf olsun.